Peyğəmbər bu ayı bütün oruç tutardı. Bu ayın orucunu mübarək Ramazan ayının orucuna birləşdirərdi. Kim bir gün Şəban ayından oruç tutsa, Peyğəmbər buyurur, cənnət ona vacib olar. Bu ayda Peyğəmbərin diqqətini cəlb etmək və Allaha yaxınlaşmaq üçün oruç tutun. İmam Səccad buyurur. Bacardığınız qədər, nə qədər gücünüz çatır, bu ay hələ qabaqdadır. Bacardığınız qədər bu ayda oruç tutun. Nə qədər gücünüz çatır? Bir gün, 2 gün, 3 gün, ondan daha çox, nə qədər bacarırsınız? Bəzi adamlar da bir ay tutur. Gücü o qədərdir. Bu ayda oruç tutmaq çox önəmlidir. Bu ayı necə keçirmək çox önəmlidir. Mübarək Ramazan ayındakı vəziyyətimiz bu ayı necə keçirməyimizdən asılıdır. Çox təsiri var Ramazan ayına. Çox təsiri var. Amma özünüzü çox yükləməyin. Sevgi ilə əməl eləyin. Özünüzlə mübarizə aparın, amma tutumunuz qədər. Havaya düşüb tez özünüzü yükləməyin. İbadət gərək tutumu qədər olsun insanın. Vacib ibadətdən əlavə ibadətlər. Tutumu müəyyən elə, deyən ilahi gücüm buna çatdı. Mən də bunu elədim. Çox şey verərlər buna. Bugün hər gün istiğfar eləmək bəyənilir. Hər gün imkanınız olsa 70 dəfə bu zikri deyə bilərsiniz. Əstəğfirullah və əsəluhu tavbə. Çox asan zikirdir. Əstəğfirullah və əsəluhu tavbə. Yəni, istiğfar edirəm, bağışlanmaq istəyirəm və sənin də mənə tərəf dönməyi istəyirəm. İlahi, mən sənə tərəf gəldim, sən də mənə tərəf gəl. Sən bunu deyirsən, Allah deyir elə, mən gətirdim səni, özüm gətirdim, özüm də elə, sən mənə tərəf dönməmiş, mən döndüm ki, sən gələ bildin. Amma sən belə denən, əstəğfirullah və əsəluhu tövbə. İstiğfar halında ol. İstiğfar halı gözəl haldır. Yaxşı ki, birinci xutbə mənim köməyimə çatır bunlar isə, ona görə şərh eləmirəm. İstiğfar halı bəndəliyin halıdır, təvazökar hal. İnsan Allah qarşısında biraz baş aşağı olanda Allah onun başını ucaya qaldırır. Bəndəlik halı istiğfar halıdır. İnsan bəndədirsə, Allah da Allahdırsa onun huzurunda təvazökar gəzir.